Dinimizdə bir qardaşın digər qardaşdan, müsəlman qardaşından küsülü qalması haramdır. Haramdır, böyük günahdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əbu Eyyub Əl-Ənsarinin hədisində La yəhillu li muslimin ən yəhcura əxahu fəvqə thələsin. Bir müsəlmana halal deyil. Müsəlman qardaşından 3 gündən çox küsülü qalsın. 3 gündən çox. Yəni artıq 3 gündən çox olarsa nə olur? Haram. Sən günaha düşürsən. Və sonra buyurur ki, فَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلَامِ. Onların içərisində